biz bir qapıcıdan ibarət olmalı deyilik də. Yəni bugün bizim qapıçılarımız var ki, güvənməliyik. Hə, burada futbolçuların da günahı var. Yəni hər şey klubun da üstünə atmaq olmaz. Bəzən futbolçularımız da qərar verməlidir ki, bu klubda oynama ehtimalı azdırsa, daha biraz aşağı, məsələn bugün Rüstəmi biz belə deyək, alqışlamalıyıq. Sumqayıta gələndən sonra Rüstəm tam başqa Rüstəm olub. Demək ki, hər öz komandasını tapmalıdır. Bugün bir çox futbolçular var ki, milliyə namizəd ola bilər. Amma hardasa rahatdılar, iddialı klubdan getmək istəmirlər. Yəni, səbəblər çoxdur. Əlbəttə, yəni, oynasa futbolçular milli komanda üçün daha yaxşı olacaq. Tək bu əsas yox, U21, 19, 17. Ümumən, bəzi məsələlər var ki, bizdən müzakirə edilir rəhbəri ilə. Yəni, həqiqətən yaralı yerimizdir. İnşallah inanıram da, mən həmişə ümidliyəm ki, daha yaxşı olacaq.